George Orwellin ilhamlandığı əsər. Yenə deyəcəklər qeybət qırır. İnternetdə hamıya açıq məlumatdır. Açıb baxa bilərsiniz. Tərifləyib. 4 il sonra, 5 il sonra gedib Heyvanistanı yazıb, 4 il sonra da 1984 yazıb. Bizə 1984 maraqlıdır. 1984-lə göz qamaşdırıcı zülmət eyni otaqdan bəhs edir. Hətta eyni otaqdakı eyni adamlardan, eyni şəxslərdən bəhs edir. Burada Rubaşovdur, orada burada birincidir, orada böyük qardaş. Sadəcə olaraq bucaq, elə bil ki, işıq, baxış bucağı biraz fərqli yerlərdədir. Orada birbaşa sistemin içində doğulmuş adamların vəziyyətindən danışır. Burada sistemi öz əlləri ilə yaradan bir şəxsin necə sistemin qurbanına çevrilməyindən bəhs olunur. Əlavə olaraq bir şey var ki, müəllif özü keçmiş kommunist olub və Rubaşov obrazı müəllifin özünün şəxsən tanıdığı bir neçə insanın birləşməsindən yaradılan obrazdır. Bəs yaxşı, bu ikisi eyni mövzudan danışırsa, niyə biri şedevrdir, o biri belə də deyib ortalıqda qalıb? Çünki bu siyasi romanda o distopik əsər. Distopik əsəri hamı əldən ələ gəzdirər, hamı mövzusunu danışar, hamı bir-birinə söhbət aparıb müzakirəsini edər. Amma siyasi roman bir çıdam çörək işidir. Fiziki olaraq kitabda heç bir işgəncə yoxdur. Əsl əzab, əziyyət Rubaşovun özünün beyninin içindədir. Kitabda nifrət yox, buz kimi soyuq aydınlıq var. Elə gözü qamaşdıran da bu buzun özünün parıltısıdır.